Salam hörmətli tamaşaçılar, efirdə xəbərlər informasiya proqramıdır. Xəbərlərlə sizi mən Turac İbrahimova tanış edəcəm. Qardabanın Vaziyanı kənd ictimai məktəbində ağac əkmə aksiyası keçirilib. Tədbirdə bələdiyyənin meri də iştirak edib. Ətraflı ilk reportajımızda. Qardabani Bələdiyyəsinin Vaziyanı kəndində 2 saylı ictimai məktəbdə ağac əkmə aksiyası keçirildi. Bu prosesdən meriya nümayəndələri və məktəblilərlə yanaşı bələdiyyənin meri David Qarqarateli də iştirak etdi. Qardaban merinin sözlərinə görə yeniyetmələrin gənc yaşlarından ətraf mühit haqqında məlumatlı olması və ona qayğı göstərməsi vacibdir. O, ətraf mühitin mühafizəsi istiqamətində fəaliyyətlərin gələcəkdə də davam etdiriləcəyini bildirdi. Bugün ağac əkmə aksiyası keçirdik. Burada müxtəlif növ ağaclar əkdik. Düşünürəm, belə layihələr mütləq tez-tez həyata keçirilməlidir və gənclər ətraf mühitin müdafiəsi barədə məlumatlandırılmalıdır. Biz təşəbbüs qrupu ilə birlikdə məktəbdə layihə həyata keçirmək üçün Qardaban merinə müraciət etməyə getdik. O isə heç bir tərəddüd etmədən bütün işlərini kənara qoyub bizimlə maraqlandı. Layihəmiz tanış oldu. Bizə dəstək olacağını dedi. Bugün də layihəni reallaşdırırıq və o, burada bizimlədir. Mer şagirdlərlə görüşündə artıq həyata keçirilən layihələrdən də danışdı. Qeyd etdi ki, sentyabr ayında Vaziyanı İctimai Məktəbinin yaxınlığında müasir standartlara cavab verən açıq idman meydançası tikildi. Meydança məktəbin özünü idarəsinin təşəbbüsü və Qardaban meriyasının dəstəyi ilə həyata keçirilib. Gənclərin fikrincə bu hakimiyyət və cəmiyyət arasında fəal əməkdaşlığın ən yaxşı nümunəsidir. Aprelin 30-u Gürcü hərbiçiləri peşə bayramını, Gürcüstan Müdafiə Qüvvələri gününü qeyd edirlər. Gürcüstanın dövlət bayrağının və Müdafiə Qüvvələrinin bayrağının qaldırılması ilə müşayiət olunan marşla açılan Vaziyanı hərbi bazasının 4-cü Piyada Briqadasının parad meydançasında Gürcüstan ordusunun 34-cü il dönümü qeyd edildi. 1990-cı ilin dekabrında Gürcüstan Respublikası Ali Sovetinin qərarı ilə Gürcüstan Daxili İşlər Nazirliyinin nəzdində Daxili Qoşunlar Milli Qvardiyası yaradıldı. Gürcüstan ordusunun gələcək inkişafı Milli Qvardiyanın bazasında baş verdi. 1991-ci il aprelin 24-də Gürcüstan Nazirlər Kabineti çağırışçılarının icbari hərbi xidmətə çağırılması haqqında fərman verdi. Aprelin 30-da orduya çağırış rəsmi olaraq başladı və bugün Gürcüstan ordusunun yaradılması üçün başlanğıc nöqtə oldu. Cənablar, sizi hərbi and içməniz münasibəti ilə təbrik edirəm. Bugün bizim üçün çox əhəmiyyətlidir. Gürcüstan Müdafiə Qüvvələri bugün 34 ilini tamamlayır. Bu əhəmiyyətli gün münasibəti ilə hərbiçilərimizi, generalları, ofserləri, serjantları, hər kəsi təbrik edirəm. Siz dövlət üçün əhəmiyyətli iş görürsünüz. 34 il ərzində Müdafiə Qüvvələri müharibələrdə, münaqişələrdə ölkəmizi layiqli təmsil edib. Mən də hərbiçilərimizi salamlayıram. 34 illik tarix münasibəti ilə Müdafiə Qüvvələrini təbrik edirəm. Bugün sizinlə birlikdə ölkəmizin sülh içində olmasını və parlaq gələcəyini qeyd edirik. Bu illər ərzində ölkəmiz bir çox çətin yollardan keçib. Söz verirəm ki, bizim müdafiə qüvvələrimiz ölkəmiz gələcəkdə də inkişaf edəcək. Hər birinizə vətən sevgisinə görə təşəkkür edirəm. Gürcüstan Müdafiə Qüvvələri günü münasibəti ilə sizi təbrik edirəm. Gürcüstan Müdafiə Nazirliyinin xüsusi missiyası var. Siz çevikliyiniz ilə ön cəbhədə ölkəmizi istənilən düşmənlərdən qorumalısınız. Rusiya tərəfindən işğal olunmuş 2 bölgəmiz, son 2 ildə Avropa ərazisində qanlı müharibənin davam etməsi, ətrafımızdakı qarşıdurmalar günü-gündən artır. Bizim hərbi qüvvələr isə ölkəmizi qorumalıdır. Hibrid müharibəsi zamanındayıq. İndi hərblə yanaşı vətəndaşlar da ölkəmizi qorumalıdır.
34 il ərzində bizim müdafiə qüvvələrimiz ölkəni qorumaq üçün əllərindən gələni ediblər. Çoxları qəhrəmanlıqla və qanı ilə tariximizi yazıbdı. Ona görə də Gürcü əskəri Gürcüstanın sadiqliyinin və milli birliyinin rəmzidir. 1990-cı ilin dekabrında Gürcüstan Respublikası Ali Sovetinin qərarı ilə Gürcüstan Daxili İşlər Nazirliyinin nəzdində daxili qoşunlar Milli Qvardiyası yaradıldı. Gürcüstan ordusunun gələcək inkişafı Milli Qvardiyanın bazasında baş verdi. 1991-ci il aprelin 24-də Gürcüstan Nazirlər Kabineti çağırışçıların icbari hərbi xidmətə çağırılması haqqında fərman verdi. Aprelin 30-da orduya çağırış rəsmi olaraq başladı və bugün Gürcüstan ordusunun yaradılması üçün başlanğıc nöqtəsi oldu. Peşə təhsili proqramlarına, yəni kolleclərə qeydiyyat başladı. Bu il Gürcüstanda dövlət və özəl peşə müəssisələri müxtəlif təhsil proqramları üçün tələbələr qəbul edirlər. 2025-ci ildə inteqrasiya olunmuş proqramların sayı yenidən artaraq tam məktəb təhsili olan şəxslərə peşə təhsili ilə yanaşı tam ümumi təhsil almağa imkan verdi. Qeyd olunan proqramları başa vurduqdan sonra tam ümumi təhsil haqqında şəhadətnaməyə bərabər olan və arzu olunarsa ali təhsil səviyyəsində təhsilini davam etdirmək imkanı yaradan peşə diplomu verilir. Proqramlara qəbul aprelin 28-də başlayaraq mayın 20-sinədək davam edəcək. Qeydiyyat həm onlayn, həm də Gürcüstan miqyasında fəaliyyət göstərən peşə təhsili proqramlarını həyata keçirən müəssisələrdə mümkündür. Peşə təhsili bizim ölkədə hazırda çox tələb olunan sahədir. Oxumaq istəyən hər kəsə, hər yaşda olan vətəndaşa imkan verilir ki, öz peşəsində ixtisaslaşalar, yəni peşə öyrənələr yaxud tam ümumi təhsil alalar. Bütün bunlar bizim kollecdə mümkündür. Kollecimiz bölgədə yeganə dövlət kollecidir ki, burada təmənnasız təhsil almaq mümkündür. Biz 24 peşə üzrə təhsil təklif edirik. Marneolidə bir çox qısa müddətli və ixtisas proqramlarımız var. Aprelin 28-dən 4 proqram üzrə qeydiyyata başladıq. Mayın 20-sində qeydiyyat sona çatacaq. Təhsil isə sentyabrın 25-dən başlayacaq. Proqramlarımız bunlardır. Məktəbə qədər təhsil tərbiyəçisi, tərəvəzçilik, müsahibat və elektrik proqramları. Payız qəbuluna qeydiyyat isə avqustda başlayır. Sentyabrın sonuna dək davam edəcək. Noyabrın 15-dən isə təhsilə başlanılacaq. Bizim kollecə qəbul olan şəxslər təmənnasız olaraq Gürcü dilini də öyrənəcəklər. Həm də istədikləri ixtisası mənimsəyə biləcəklər. Bornisdə qeybətçi qadınlar premyerasının tamaşası baş tutub. Premyeranın nümayişi Bornis Bələdiyyəsinin teatrının səhnəsində keçirilib. Tamaşaçıların xüsusi rəğbətini qazanmış qeybətçi qadınlar komediyası Del Arte üslubunda yazılmış pyes əsasında hazırlanıb. Premyerada Bornis Bələdiyyəsinin icraçı Meri Buba Qubecişvili və yerli özünü idarə etmə orqanlarının nümayəndələri iştirak ediblər. Qeyd edək ki, tamaşa anşlaqla bitib. İtalyan dramaturqu Carlo Goldoni'nin komediyasının rejissoru Lasha Nozadzedir. Carlo Goldoni'nin Qeybətçi Qadınlar pyesi ilə başladı. Bu isə 1750-ci ildə yazılmış pyesdir. Zamanında Venesiyanın hər il təşkil olunan karnavalı üçün yazılmışdı. Tamaşada zarafat qarışıq qeybətin insan həyatı üçün necə zərərli olduğuna diqqət ayrılır. Qeybətin insan xoşbəxtliyinə necə mane olmasını irəli sürdük. Və salam hörmətli tamaşaçılar, sabah eyni vaxtda görüşmək ümidi ilə özünüzə yaxşı baxın.